Xoş gördük sizi, hörmətli CBC Sport tamaşaçıları. Bizim idman verilişi efirdədir. Ölkə idmanından danışacaq. Bugünkü verilişimiz iki mövzunu əhatə edəcək. Birinci bölümdə avar çəkmə idman dövründən ölkədə təşkil olunacaq növbəti beynəlxalq turnirdən danışacaq. Digər qonağımız isə Azərbaycan Milli Antidoping Agentliyinin icraçı direktoru Təminə xanım Tağzadə olacaq. Hansı ki, onunla da biz ölkədə AMADA'nın fəaliyyəti ilə bağlı durum nə yerdədir, bu ətrafda söhbət edəcəyik. Verilişimizin baş sponsoru isə Azərbaycanın qanuni idman mərc oyunları operatoru Mislidir. İlk qonağımız Azərbaycan Kano və Avar Çəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanovdur və Vüsalla bizim əsas mövzumuz Prezident Kuboku 2025 beynəlxalq turniri ilə bağlı olacaq. Aprelin 30-u, mayın 1-i və 2-si tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci iliyinə həsr olunmuş ənənəvi Prezident Kuboku reqatası keçiriləcək. Suqovuşan qəsəbəsi və Mingəçevir şəhərində Külə Olimpiya Tədris İdman Mərkəzində bu yarış təşkil olunacaq. Ondan əvvəl isə başqa bir tədbir olacaq. Federasiya tərəfindən Füzuli rayonunda tədbir təşkil ediləcək və istərdim elə bu tədbirlər barədə daha ətraflı Vüsal Qurbanov öz məlumat versin. Vüsal, xoş gördük. Ard-ardakı tədbir 28 aprel tarixində Füzulidə aşağı Köndələnçay su anbarında tədbir təşkil olunacaq, avar çəkmə tədbiri, hansı ki artıq bilirik 44 günlük şanlı vətən müharibəsindən sonra, işğaldan azad edildikdən sonra torpaqlarımız böyük qayıdış proqramı çərçivəsində artıq Füzuli rayonuna xeyli sakin qayıdıb, orada artıq yaşayırlar, məskunlaşma işlər gedir və Federasiyanın bu tədbiri 28 aprel tarixindəki tədbiri sırf nəyə hesablanıb? Çünki Füzulidə artıq ötən il oktyabrında Mingəçevir reqatasının bir mərhələsi keçirildi. Pərviz, əvvəla səni və CBC Sport tamaşaçılarını salamlayıram. Azərbaycan Kano və Avar Çəkmə Federasiyası ilə Gənclər və İdman Nazirliyi birgə təşkil etdiyi Milli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş avar çəkmə üzrə beynəlxalq reqata rəsmi olaraq Füzuli, Mingəçevir və Suqovuşanı əhatə edir. Biz qeyd etdiyim kimi ötən il oktyabrda Mingəçevir reqatasının açılış mərasimini və ilk yarış günü Özdə Füzuli günü ilə bağlı idi. Füzuli günündə olunur. 17 oktyabr. 17 oktyabr Füzuli şəhəri günündə məhz açılışı Füzuli şəhərində etdik və Köndələnçay su anbarında yarışların rəsmi açılış mərasimi eyni zamanda ilk yarış günü baş tutdu və bu ənənəni biz davam etdirmək istəyirik. Çünki bildiyin kimi işğaldan azad olmuş ərazilərimizdə ilk böyük idman tədbirini və beynəlxalq yarışı da Azərbaycan Kano və Avar Çəkmə Federasiyası təşkil edib. 2022-ci ilin may ayında Suqovuşanda. Bəli, biz ənənəni davam etdirmək istəyirik və Füzulidə Köndələnçay su anbarı avar çəkmə idman növü üçün əlverişli olduğundan gələcək planlarımızda, təbii ki, gələcək planlarımızda bizim avar çəkmənin ölkəmizdə coğrafiyasını genişləndirmək, uyğun olan bir çox məkanlarda avar çəkmək üçün təlim məşq toplanışlarını təşkil etməkdir. Bu planlar çərçivəsində həmçinin Köndələnçay su anbarı da var və məqsədimiz Füzuliyə, doğma yurda köç edən sakinlər arasında avar çəkmə idman növünü təbliğ etmək, bir növ həm də onlar üçün maraqlı, əyləncəli bir gün təşkil etməkdir. Yarış 28-dən bir gün öncə, yəni aprelin 27-sində Füzuli sakinləri yaşadığı şəhərcikdə, yəni yeni salınan şəhərcikdə bir tədbir planlaşdırılır öncəsində. Bu təbliğat xarakterlidir. Orada sakinlərə məlumatlar çatdırılacaq, broşurlar paylanacaq ki, nələr olacaq. 28-ci tədbirimizdə isə həqiqətən Füzuli sakinlərini çox maraqlı bir tədbir gözləyir. Burada özün də iştirak etmişsən və CBC Sport kanalı vasitəsilə canlı yayımlanıb. Bu arada onu da qeyd edim ki, bütün yarış günləri CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq 30 aprel, 1 may və 2 may tarixlərində. 28 aprel tarixində Füzulidə Köndələnçay su anbarında həm tamaşaçıları oraya gələn Füzuli sakinləri çox maraqlı şou proqramlar gözləyir. Su üzərində şoular, avar çəkənlərimizin nümunəvi çıxışları və onu xüsusən qeyd edim ki, ilk dəfə olaraq Qarabağa köç edən sakinlər üçün avar çəkmək imkanı yaradılacaq. Bizim turistlər üçün nəzərdə tutulan qayıqlarımız var. Yəni həvəskarlar üçün qayıqlarımız var. O qayıqlarda imkan yaradılacaq ki, həvəsi olanlar avar çəkməklə məşğul olsun və gələcəkdə də yeniyetmələr və uşaqlar arasında orada avar çəkməklə məşğul olub peşəkar kimi yetişməkdə həvəsi olanlara biz şərait yaradacağıq. Həmçinin viktorinalar təşkil olunacaq yeniyetmələr üçün, uşaqlar üçün ki, həvəsləndirici. Bu Füzuli sakinləri üçün bir xoş sürpriz olacaq düşünürəm ki, yəni artıq biz də indidən təbii ki, verilişimiz vasitəsilə yəni Füzuli rayonunda
artıq böyük qayıdış çərçivəsində ora qayıtmış sakinlərimiz artıq onlar da məlumatlı olsunlar. Sosial şəbəkələrdə bu barədə məlumat verilir. Təbii ki, artıq bilirəm ki, Füzuli rayonunda da artıq bu maarifləndirmə, məlumat xarakterli işlər aparılır. 28 aprel saat 11. Düzdür, saat 11-də bəli, aşağı Köndələnçay su anbarında böyük bir tədbir təşkil olunacaq. Həm orada idmançıların təlim məşqləri və eyni zamanda Füzuli rayonunda yaşayan sakinlər üçün. Yəni istənilən şəxs müraciət qatıla bilər. Qapılar hamı üçün açıqdır. Əlbəttə ki, hamı dəvət olunur və böyük bir maraqlı tədbir olacaq düşünürəm ki. Və hər halda ən azından onu deməyə əminliklə deyə bilərik ki, Füzuli sakinlərini çox maraqlı bir gün gözləyir həmin o 28 aprel tarixində. Bu işlərdə, yəni bu fəaliyyət təbii ki, uğurlar bu Prezident Kubokunun bir tərkib hissəsi olaraq. Prezident Kuboku çərçivəsində təşkil edilən tədbirdir. Ondan sonra isə hansı ki biz indi izləyirik, yəni ötən il oktyabrın 17-sində Mingəçevir reqatasının məhz Füzuli mərhələsindən görüntülər, hansı ki orada yarışlar keçirildi aşağı Köndələnçay su anbarında. Yəni məkan yenə eynidir, aşağı Köndələnçay su anbarı. Bundan sonra isə artıq 30 aprel 1-2 may Prezident Kuboku, hansı ki ənənəvi bir reqatadır. Artıq bilirik, Avropa Kano Assosiasiyası rəsmi təqvim planında da yer alan bir yarışdır və təbii ki bu da yarışı marağı xeyli artırır. İştirakçı ölkələr, bu barədə ilk yarış günü su qovuşan 30 aprel. Bəli, açılış mərasimi və ilk yarış günü, daha sonra 1-2 may Mingəçevirdə. Bu yarışla bağlı bir qədər, yəni iştirakçı ölkələr, komanda sayı, nə qədər yeni ölkələr varmı, kimlər var, kimlər gələcək? Əlbəttə, son təşkil edilən 4 Prezident Kubokunun 3-ü Avropa Kano Assosiasiyasının rəsmi təqvim planına daxil edilib. Bəli. Bu həm etimaddır, həm də onlar artıq əmindirlər ki, biz bu yarışları yüksək səviyyədə təşkil edə bilirik. Bunun nəticəsidir ki, 3 ardıcıl idman tədbirimiz Avropa Kano Assosiasiyasının rəsmi təqvim planına daxil edilib. Bu həmçinin digər ölkələrin bizə etimadını daha da yüksəldir. Və məntiqi nəticə olaraq hər il iştirakçı sayı artır. Həm ölkə baxımından, həm idmançı baxımından, həm də gələn rəsmi qonaqlar baxımından. Və verilişdən əvvəl indi sizlə danışanda qeyd edirdim, məsəl üçün yeni adlar var orada. Məsələn, Cənubi Afrika Respublikası. Bəli. İlk dəfə mən bildiyim qədərilə iştirakçılar arasında, yəni uzaq Afrikadan yəni iştirakçılar komanda gələcək. Artıq bu yarışımızda 3 qitədən Avropa və Asiya və Afrikadan 20-dən çox ölkə qatılır. Halbuki ilk dəfə biz bu yarışı təşkil edəndə, düzdür, ənənəsi böyükdür bu yarışın, amma Azərbaycan Kanoya və Avar Çəkmə Federasiyası adı ilə təşkil edəndə 4 ölkə var idi. Bugün isə 20-dən çox ölkə var və ilk yarışımızda bizim 50-yə yaxın idmançı iştirak edirsə, bu dəfə 200-dən çox idmançı iştirak edir. Və onu xüsusən qeyd edim ki, yarışlardan bir gün öncə, aprelin 29-da Mingəçevir şəhərində, Heydər Əliyev prospektində komandaların təqdimatı və rəsmi parad baş tutacaq və komandalar sıra düzülüşü. Yəni bu da bir ənənə halına alıb. Əlbəttə, ənənə halına alıb, ənənəvi olaraq komandaların keçidi olacaq və Mingəçevir sakinləri də dəvətlidir. Çünki həm maraqlı görüntülər olur, rəngarəng görüntülər olur, həm komandaların rəsmi keçidi və qısa bir şou proqram bədii hissi olur. Və Mingəçevirdə mən düşünürəm ki, həm mayda, aprelin sonu, mayın əvvəli, həm də oktyabrda həqiqətən də əsl bayram ab-havası yaşanır. Mingəçevir sakinlərinin də, çünki avar çəkmə Mingəçevir, yəni bir il birlikdə çəkilir bu adlar. Azərbaycanda avar çəkmə deyəndə ağla gələn Mingəçevir. Və Mingəçevir sakinlərinin də avar çəkməyə, əlbəttə, Mingəçevir sakinlərinin də avar çəkməyə çox böyük həvəsi var və federasiyamız adına onlara təşəkkür edirik ki, bütün yarışlarımızda bizi tək qoymurlar, həmişə bizimlədirlər və yarışlarımızı izləyirlər. Bir idmançını qələbəyə səsləyən, onun öz stimulu ilə yanaşı azarkeşin tamaşaçının verdiyi stimul. Əlbəttə. Buna görə biz Mingəçevir sakinlərinə təşəkkürümüzü bildiririk və növbəti günlərdə isə su qovuşanda artıq yenə saat 11-dən etibarən yarışların rəsmi açılış mərasimi baş tutacaq. Bu açılış rəsmi hissədən sonra bədii hissə olacaq. Bu təbii ki, su üzərində yenə şou proqramlar, avar çəkənlərin nümunəvi çıxışları, viktorinaları müxtəlif tamaşaçıları həvəsləndirmək üçün və bu arada bütün su qovuşana da köç olub. Su qovuşana 100-dən çox ailə köçüb. Bu çox sevindirici və qürur verici bir haldır. Əlbəttə. Və biz də onları öz tədbirimizə dəvət etməkdən böyük qürur duyuruq. Çox istəyirik ki, gəlsinlər, tədbirimizdə iştirak etsinlər, idmançılarımıza dəstək olsunlar, çünki 20 ölkə iştirak edir və bu 20 ölkə arasında biz həmişə istəyirik ki, bizim medal sayımız çox olsun, bizim titullarımız çox olsun, onlar dəvətlidirlər. Yəni evdə keçirilən yarışda tələb həmişə yüksək olur. Əlbəttə, tələb yüksək olur və biz bütün su qovuşana köç edən sakinləri həmin yarışa baxmağa
dəvət edirik. Maraqlı bir yarış olacaq, maraqlı bir açılış mərasimi, bədii hissə olacaq. Ümid edirik ki, onlar da bu yarışlardan zövq alacaqlar. Komandamızın, yəni ümumiyyətlə avar çəkənlərimizin bu yarışa, xüsusilə yəni Prezident Kuboku yarışına hazırlığı istiqamətində demək olar. Yəni hazırlıq prosesi, heyətin müəyyənləşdirilməsi. Çünki mart ayında ölkə birinciliyi təşkil olundu. Yəni bu yarış yeri gəlmiş gənclər yeniyetmələr arasında təşkil olunan yarış, hansı ki, gənc istedadların üzə çıxması nöqteyi nəzərdən çox önəmlidir. Hazırlıq prosesi, idmançılarımızın təlim məşq toplanışları, bu yarışa qədər nə kimi yarışlar var? Harada iştirak edəcəklər ki, yəni bu yarışa daha uğurla çıxış etsinlər? Biz 3 il öncə bu yarışları təşkil edəndə idmançılarımız təbii ki, yeniyetmə və gənclər pandemiyadan çıxmışdı və yeni qoşulmuşdular. İdmanla yeni məşğul olurdular avar çəkməklə. Və biz həm ölkə daxili yarışlarda, həm də beynəlxalq yarışlarda təcrübəsi az olan, hətta bir ay bu idman növü ilə məşğul olan idmançıları cəlb edirdik yarışlara. Artıq vəziyyət fərqlidir, inkişaf var. Məsələn, seçim var, idmançılarımız artıq ən gənci belə 3 ildir məşğul olur bu idman növü ilə. Təcrübəsi çoxdur. Həm daxili yarışlarda, həm beynəlxalq yarışlarda iştirak edir və onlar arasından seçim edilir artıq. Yeni başlayanda bu seçim imkanı məhdud idi. Çünki hər kəs demək olar ki, yeni məşğul orada. Artıq seçim imkanı var və idmançılarımız hər il müxtəlif beynəlxalq yarışlara, ölkə xaricində keçirilən beynəlxalq yarışlara göndərilir. Onların orada medal qazanması ilə, fəxri kürsüdə yer tutması ilə bərabər qazandıqları təcrübə də çox önəmlidir. Və bizim reqatadan öncə 2 yarışımız var Türkiyədə, Bahar Kuboku və Meriç reqatası var. İdmançılarımız orada iştirak edəcəklər. Bu həm də bir hazırlıq mərhələsi kimidir, yoxlama mərhələsi kimidir. Aprelin 20-si, 25-i arası bu yarışlar başlayacaq. İdmançılarımız orada iştirak edəcək. Bizim güvəndiyimiz idmançılarımız çoxdur. Mən ad-bad çəkmək istəmirəm, çünki çox idmançımız var. Onların yaşını nəzərə alsaq qisməsin. Ruhdan düşə bilərlər. Bütün idmançılarımıza güvənirik. Təbii ki, onlar arasında gələcəyə perspektivli idmançılar da var. Elə bunu gizli desək daha yaxşı olur. Adlarını çəkimizdə daha yaxşı olar. Çünki hər biri perspektivli olduğunu düşünsün və çox çalışsın. Ümidimiz çoxdur idmançılara, inamımız böyükdür idmançılarımıza. Onlar bizi həqiqətən də həmişə fərəhləndirirlər və inkişafın nəticəsidir ki, Mingəçevir reqatasında həm kayaq və kanoe üzrə, həm də akademik avar çəkmə üzrə hər 2 kuboka Azərbaycanlı yeniyetmə və gənc avar çəkənlər sahib oldular. Ötən illərdə məsələn olmuşdu ki, heç birində sahib ola bilməmişdi və yaxud birini qazanmışdı Azərbaycan idmançıları. Ötən yarışda isə hər 2 kubok Azərbaycan idmançıları sahib oldular. Mən ümumilikdə federasiyamız adından bütün gələn ölkələrə, bütün idmançılara uğur arzulayıram. Və ədalətli, gözəl, əzmkar, mübariz bir yarışın şahidi olacağımıza buna şübhəmiz yoxdur təbii ki. Son dönəmlərdə, yəni son yarışlarda bir məqamda var ki, yəni bu bizim ölkəmizdə təşkil olunan avar çəkmə yarışlarına beynəlxalq federasiyalardan rəhbər şəxslər də gəlir. Məsələn, indi ötən il noyabrını xatırlayaq. Məsəl üçün COP29 ilə əlaqədar tədbir təşkil olunmuşdu, hansı ki noyabrın 17-sində Beynəlxalq Avar Çəkmə Federasiyasının prezidenti, Beynəlxalq Kanoe Federasiyasının prezidenti, Beynəlxalq Dragon Federasiyasının prezidenti gəlmiş, hansı ki cənab prezident onları qəbul edir, yəni görüş oldu. Ondan əvvəl 2023-cü ildə Kanyetska gəlmişdi, Tomas Kanyetska Beynəlxalq Kanoe Federasiyasının prezidenti, bir də Jan Zunguran Avropanın prezidenti. Bu dəfə gələcək qonaqlardan, yəni rəsmi qonaqlardan kimlər var? Əvvəla onu qeyd edim ki, cənab prezident İlham Əliyevin Azərbaycan idmanına, idmançılara, gənclərinə böyük dəstəyinin nəticəsidir ki, bugün ölkəmizdə bütün idman növləri inkişaf edir və həmçinin avar çəkmə də özünün yeni inkişaf mərhələsindədir və gələn qonaqları cənab prezidentin qəbul etməsi bizim üçün çox böyük şərəfdir, çox böyük qürurdur və bu həm də bir məsuliyyətdir. Cənab prezident ilin yekunları ilə bağlı təşkil olunan tədbirdə xüsusi qeyd etmişdi və Füzulidə keçirilən avar çəkmə yarışlarını, idman tədbirlərini qeyd etmişdi. Bu çox böyük qürurdur, çox böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Çünki bu ənənəni davam etdirmək vacibdir. Qarabağ bizim doğma torpağımızdır, əzəli torpağımızdır, vətənimizdir və burada bütün idman növləri təbii ki, yarışlar təşkil olunur, eyni zamanda avar çəkmə yarışlarıdır. Və bu il gələcək qonaqlara Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunguranın gəlişi artıq dəqiqdir. Amma qonaq sayı təbii ki, bu bizim üçün çox xoşdur. Bütün
federasiya rəsmiləri, həm beynəlxalq federasiyalar, həm də ölkə federasiya rəsmilərinin gəlişi bizim üçün çox xoşdur. Biz qonaq qarşılamağı artıq Təbii, biz qonaqları xalq olaraq, millət olaraq biz qonaqları sevirik. Bəli, gələcək. Eyni zamanda Avropa Kano Assosiasiyasının yarışlarına təşkili ilə bağlı ekspert gələcək, Yovan Stojanoviç və burada məqsəd nədir? Biz namizədliyimizi irəli sürürük. Yaxın illərdə 2026 və 2027-ci illərdə Avropa və dünya çempionatlarını Azərbaycanda təşkil etmək üçün və ekspert kimi gələcək Yovan Yəni bir növ hazırlığa baxmaq ki, biz necə yarışları təşkil edirik. Hazırlığın olması, həm yarışların keçirilməsi, hakimliyə, nəzarət, suya nəzarət. Çünki oktyabrda artıq MDB ölkələr arasında MDB oyunlar yarışlar olacaq və bu yarışlar çərçivəsində avar çəkmə yarışları da baş tutacaq. Mingəçevirdə keçiriləcək həmin yarışlar. Bu baxımdan həm o mənada ki, bu gələcək yarış üçün, yaxın gələcəkdəki MDB oyunları üçün, həm də növbəti illərdə bizim namizədliyimizi irəli sürdüyümüz Avropa və dünya çempionatlarını təşkil etmək potensialımıza baxış olacaq. Biz inanırıq ki, razı qalacaqlar. Çünki ölkəmizdə müxtəlif beynəlxalq idman tədbirləri təşkil olunub. Bu istər futbol, istər də digər idman növləri olsun və hər zaman biz Azərbaycan olaraq bizim yüksək təşkilatçılığımız var. Yəni bütün idman növlərindən artıq yüksək bütün aidiyyəti qurumların qarşılıqlı əlaqəsi, yəni bura İdman Nazirliyi, Milli Olimpiya dövlət strukturları, federasiyalar, yəni həqiqətən çox belə sıx əməkdaşlıq var ki, bunun nəticəsində belə böyük yarışlar təşkil edirik və bu işi çox yaxşı bacarırıq. Mən həqiqətən indi səbirsizliklə növbəti bizim Prezident Kuboku yarışını gözləyirik. Eyni zamanda mənə çox maraqlı olacaq, təbii ki, az əvvəl qeyd etdiyiniz məqam, Avropa Kano Assosiasiyasının o nümayəndə, ekspert. Yovan Stojanoviç. Bəli, Yovan Stojanoviç, hansı ki, onun da gəlib bu yarışlarda indi təşkilatçılıq məsələlərini, mən əminəm ki, yüksək qiymət alınacaq, yüksək qiymət verəcək ən azı. Çünki bir həqiqətən biz bu işi yaxşı bacarırıq. Fərq yoxdur hansı idman növü, təşkilatçılıq baxımından bizdə heç zaman problem olmayıb. Təşəkkür edirəm, çox sağ ol. Təşəkkür edirəm mən də. Prezident Kuboku 2025 beynəlxalq reqatası, eyni zamanda 28 aprel tarixindəki Füzulidəki həmin o tədbirdə uğurlar arzulayıram və düşünürük ki, Füzuli sakinləri üçün, su qovuşan sakinlər üçün necə də yəni xoşdur, necə də həqiqətən şərəflə bu sözləri qürur üstülə deyirik ki, yəni Füzuli sakinləri, su qovuşan sakinləri artıq onlar orada beynəlxalq yarışları izləmə, beynəlxalq tədbirləri izləmə imkanları var. Təşəkkür edirəm Vüsal dəvətimizi qəbul gəldiyin üçün və Prezident Kuboku reqatasının tədbirlərinin yüksək səviyyədə keçiriləcəyinə inanırıq və bir əqidə ki, bu yarışlar, yəni Prezident Kuboku reqatası CBC Sport kanalı vasitəsilə canlı yayınlanacaq.